Salam, bugün sizinlə inkişaf dinamikasından bir sınağın izahlarına baxırıq. Bundan sonra da çalışacağım ki, tez-tez inkişaf dinamikasından sınaqlar izah edib sizinlə paylaşım. Bugün 2001-ci il 1-ci qrup A variantının izahlarına baxırıq. Qeyd edeyim ki, sınaqda 25 sualdır. Başlayaq birinci sualdan. Hansı reaksiya baş verməz? A variantına baxıram. Sink oksid üstəgəlsin SO3. Təbii ki, bu reaksiya gedir və sink SO4 alınır. B variantında, yəni bu variantı atırıq. B variantında sink oksid üstəgəlsin 2 mol natrium OH deyir. Burada da natrium 2, sink O2 və bir də su alınır. Bu reaksiyada gedir. C variantına baxıram. Sfalerit. Bunun adı nədir? Sfalerit. Yadımızda saxlayaq. Bunun üzərinə oksigen gəlirik və alınır sinklə SO2. Bu reaksiyada gedir. D variantında sink oksidin üzərinə karbon gəlirik. Burada da alınır sink və CO, yəni dəm qazı. Yəni bu reaksiyada gedir. Amma Y variantına baxsaq, sink oksid amfoter oksiddir. Amfoter oksidlər də bildiyimiz kimi su ilə reaksiyaya daxil olmur. Ona görə doğru variant olacaq Y variantı. Yəni Y variantındakı reaksiya baş verməz. Keçək 77-ci suala. 77-ci sualda deyilir ki, 760 ml suda 40 qram natrium hidroksid həll edildi. Alınmış məhlulda natrium hidroksidin kütlə payını hesablayın. Deməli, bizə verilib ki, 760 ml sudur. Yəni, bilirik ki, bir məhlulda su olur və bir də, yəni bir həll edici olur və bir də həll olan maddə olur. Bizə də burada həll edici kimi bizə su verib, 760 ml verib və 40 qramda natrium hidroksid, yəni natrium OH verib. Bu da həll olandır. Yəni bu həll edicidir. Bir dəqiqə. Bu isə həll olandır. Biz də bilirik ki, məhlul hər zaman həll edici və həll olanın cəminə bərabərdir. Yəni bizdə burada məhlul bunların ikisinin cəminə bərabər olacaq. 760-ın da üzərinə 40 gəlilən, bu da eləyir 800. 800 qram ümumi məhluldur, 40 qram da natrium OH-dır. Bizə deyilir ki, alınmış məhlulda, yəni həmin bu 800 qramda natrium hidroksidin kütlə payını hesablayın. Kütlə payında deməli hesablama düsturu var idi. Düsturu yazıram. Omega bərabərdir M, yəni həmin maddənin kütləsinin məhlula nisbəti vurulsun 100%. Eyni zamanda bunu tənasüblə də həll edə bilərik. İndi bu düsturla tapsaq, kütlə, yəni bu həll olanın kütləsidir burada 40 qramdır. Bölünsün məhlul, məhlul tapdıq 800 qram, vur 100. Bura yerləşmədi bir dəqiqə. Vur 100, bu da bərabərdir. Təbii ki, sıfırlar gedir. Bu da oldu 5%, yəni doğru cavab C variantı. Keçirik 78-ci suala. 78-ci sualda deyilir ki, X elementi azot ilə X3N2 tipli birləşmə ilə gətirirsə, xlor ilə birləşməsi hansı formula uyğun gələr? İlk öncə birləşməni yazıram. X3N2 birləşməsi. Biz bilirik ki, valentliklər, yəni bir-birlərinin əks istiqamətdə indekslərinə düşür və biz də bilirik ki, azot əksər birləşmələrində 3 valentliyi göstərir. Yəni, burada azot 3 valentlidir, gəlib X-in indeksinə düşüb. X da 2 valentlidir, gəlib azotun indeksinə düşüb. Və bizə deyir ki, xlor ilə birləşməsi hansı formula uyğun gələr? Yəni, X xlor. İndi biz bunların valentliklərini bilməliyik ki, indeksə neçə düşdüyünü də bilək. Deməli, yuxarıdakı bu ifadədən tapdıq ki, X burada deməli 2 valentliymiş. Deməli, burada da 2 valentli olacaq. Xlor da bilirik ki, 1 valentlidir. Burada 1 olacaq. Çarpaz düşsə X xlor 2. Birləşməmizin adı bu cür olacaq. Doğru cavab B variantı. Keçək 79-cu suala. Hansı reaksiyalardan mürəkkəb efir alınır? Başlayaq birdən. Selluloza və nitrat turşusunun reaksiyası. Selluloza necə yazılır? C6H7O2 və 3N qədər OH. Yəni 3 dənə OH var. İndeksində də N. 3 dənə OH olduğuna görə elə 3N qədər də nitrat gəlir üstünə. Nitratı baxın bu şəkildə yazsanız çaşacaqsınız. Ona görə məsləhət görürəm ki, bu nitratı belə yox, HONO2 şəklində yazasınız. Yəni eyni şeydə 3 dənə
oksigeni var, bir hidrogen, bir də azot. Bu reaksiya necə baş verir? C6H7O2 olduğu kimi qalır. Burada isə baxın, burada gördüyünüz oksigenləri göstərim. Yanına baxın, nöqtə qoyduğum bu oksigenlər də olduğu kimi qalır. Və buradakı NO2-lər 3-ən qədərdir axı. Burada da N qədərdir. Yəni eyni saydadır. NO2 ilə oksigenlərin sayı. Gəlib bu NO2-lər oksigenə birləşir. Oksigenlər getdi. NO2-lər də gəlib birləşdi. Burada qalır bir dənə hidrogen və bir də OH. Sizcə nə çıxar bundan? Təbii ki, su çıxacaq. 3-ən qədər də su çıxır. Bu da təbii ki olacaq mürəkkəb efir, adı da trinitroselluloza və yaxud da sellulozanın trinitratı da deyilir. Təbii ki mürəkkəb efir alınır. Deyir alınır, deməli biri götürürük. İkinciyə baxıram, glikoza və sirkə turşusunun reaksiyası deyilir. Glikoza necə yazılır? Glikoza C6H12O6 şəklində yazılır və təbii ki sirkə turşusuna reaksiyaya daxil olur. CH3COH asitat turşusu və ya sirkə turşusu deyilir. Deməli, burada nə alınır? Deməli, yazın bunu. Biraz böyük olacaq. Dörd dəfə. Baxın, bu ifadə alınır və təbii ki, su çıxır. Bu ifadənin adını bilmək istəyənlərə deyirəm. Pentaasetil glikoza. Bu cür testlər əsas imtahanlarda düşmür, amma bilmək istəyənlər üçün qeyd elədim. Deməli, adı pentaasetil glikoza. Təbii ki, bu da mürəkkəb efirdir. Yəni, bundan da mürəkkəb efir alındı. Üçüncüyə baxıram, tolol və nitrat turşusu. Gəlin reaksiyanı yazaq. Tolol açıq forması benzol halqası çəkirik və təbii ki, bir dənə də metil qrupu birləşdiririk. Bu olur tolol. Bunun üzərinə nitrat turşusu gəlirik. Nitrat turşusu yadınızda qalsın. 3 mol gəlinir. Və buradan 2-4-6 vəziyyətində birləşərək CH3 olduğu kimi qalır. 2-4-6 vəziyyətində birləşir. Bu nə deməkdir? Yəni, bu CH3 birləşən, bura oldu birinci karbon, ikinci karbon, yəni, gəlin qeyd edeyim bunları. 3-cü karbon, 4-cü karbon, 5-ci karbon və bir də 6-cı karbon. Yəni ki, burada olanlar, təbii ki, hamısında karbon var. Sadəcə mən hər dəfə təkrar olmasın deyə yazmıram. Yəni, bunların təbii ki, hamısında karbonlar var. 2-4-6 vəziyyətində birləşməsi odur ki, yəni 2-ci, 4-cü və 6-cı karbonlara birləşir NO2-lər. Burada da, hətta burada da HNO2, HNO3 şəklində yox. HONO2 şəklində yazaq ki, NO2-ləri rahat birləşdirə bilək. Burada deməli, burada karbonların təbii ki, hidrogenləri var. Çünki bir dənə pi-yə, məsələn, bu karbonu götürək məsələn, bir dənə burada pi-yə birləşir, bir dənə buradadır. İkisi də burada biri aşağı, biri də yuxarı çıxıb. Yəni 4 dənə hidrogenindən 3-ü əvəz olunub. Biri isə qalıb. Yəni bunların hamısı CH təbii ki, indi hamısına yazmıram. Hamısı CH-dır. Yəni hamısının bir dənə hidrogeni var və burada da baxın bir dənə OH var. Yəni burada 3 dənə karbonda 2-ci, 4-cü və 6-cı karbonlarda olan hidrogenlər gəlib həmin buradakı OH-la birləşəcək. 3 dənə OH var axı, 3 dənə hidrogen və 3 dənə OH birləşəcək. Buradan 3 mol su çıxacaq. Və buradan axı hidrogen çıxdı, artıq hidrogen qopdu. Hidrogenin yeri boş qalır. Axı karbon da 4 valentlidir. Mütləq hidrogen nə iləsə əvəz etməliyik. Onu da gəlib həmin bu NO2-lər əvəz eləyəcək. Və bunların hamısından birər NO2 radikalı çıxacaq. Yəni 2-cidən, 4-cüdən və bir də 6-cıdan. Həmin bu maddənin adı 2,4,6 trinitrotolol və yaxud da trotil və yaxud da eyni zamanda tol adlandırılacaq. Bu da təbii ki, mürəkkəb efir deyil, səbəbini deyirəm. Çünki burada, baxın, NO2-dir. Hamısında NO2-dir. Biz də demişdik ki, o qaydanı xatırladım. Əgər hər hansısa bir maddədə, yəni hər hansısa bir radikaldır və ondan sonra əgər o NO2 gəlibsə, yəni ortada oksigen birləşibsə, bu olacaq
mürəkkəb efir. Yox, əgər oksigen yoxdursa, birbaşa NO2 radikalımıza birləşibsə, onda bunda adı olacaq nitro birləşmə. Ona görə də bu mürəkkəb efir deyil. Bizdə mürəkkəb efirləri soruşur. 1-2 doğru variant olacaq Y variantı. Keçək 80-ci suala. Verilmiş reaksiyaların hansında təzyiqin artırılması kimyəvi tarazlığın yer dəyişməsinə təsir etmir? Təzyiqin artırılması bilirik ki, təzyiq ancaq və ancaq qazlara təsir eləyir və heç digər variantlara baxmağa ehtiyac yoxdur. D variantında hamısı mayedir. Mayeyə təzyiqlər təsir etmir. Ona görə doğru variant D variantı. 81-ci suala baxıram. Eyni mol miqdarda götürülmüş əsaslardan hansının tam neytrallaşmasına daha çox sulfat sərf olunur? Biz bilirik ki, neytrallaşma zamanı nə baş verir? Hidrogen, yəni turşdakı hidrogen əsasdakı OH-ları götürür, su çıxarır və bu zaman tam neytrallaşma baş verir. Təbii ki, hansı maddənin OH-ı, yəni hidroksidi daha çoxdursa, o qədər çox da turşu götürülməlidir. Yəni məsələn, A variantında ferium OH3 3 mol nitratla reaksiyaya girməlidir ki, OH, yəni burada 3 mol OH, 3 OH olduğuna görə burada da 3 hidrogen olmalıdır ki, tam neytrallaşa bilsin. Yəni məsələn burada əgər 3 nitrat yox, 2 nitrat götürsək, o zaman tam neytrallaşmayacaq. Amma məsələn, ya da gəlin birinci bunu bitirək. 3 mol nitrat çıxır buradan. Daha doğrusu 3 mol su çıxır. Və bir də ferium nitrat çıxır. Amma məsələn B variantındakına baxaq. Kalsium OH2. Kalsium OH2-nin hidroksidinin sayı ferium OH3-dən daha azdır. Çünki kalsium OH2-də 2 dənə hidroksid var. Artıq biz 2 dənə də nitrat götürsək, bunun üçün yetərlidir. Çünki hidrogenlər gəlib OH-ları götürəcək və 2 mol su çıxacaq. Buradan da alınacaq kalsium nitrat. Deməli, doğru variant olacaq A. Çünki B-də də C-də də 2 dənə hidroksid var. D ilə Y-də də 1 dənə hidroksid var. Ən çox A variantındadır. 82-ci suala baxıram. Kalsium klorid üzərinə hansı bir maddə gəlinir və kalsium karbonat alınır? Deməli, burada təbii ki, X maddəsi həll olan və dissosiasiyaya uğrayan bir maddə olmalıdır ki, öz CO3 ionunu verə bilsin. Çünki biz bilirik ki, karbonat turşusu H2CO3 şəklində yazılır və əgər buradan biz hidrogeni silsək, CO3 2 mənfi şəklində qalır. Yəni, bunu verə bilməsi üçün maddə özü dissosiasiyaya uğramalıdır. Burada da bir dənə həll olan, çünki biz demişdik ki, karbonatın yalnız və yalnız natrium, kalium və NH4 ilə olan duzları həll olandır. Digərləri, burada da hidrogen var. Yəni, digərləri dissosiasiyaya çox zəif uğradıqlarına görə, hətta uğramadıqlarına görə və suda həll olmadıqlarına görə, yəni onlar ola bilməz. Doğru cavab olacaq Y variantı. Keçək 83-cü suala. 83-cü sualda deyilir ki, kalsium və kalium metalları qarışığı üzərinə əvvəlcə su, sonra isə natrium 2CO3 məhlulu əlavə edilərsə, hansı maddə çöküntü halında ayrılar? Təbii ki, hər ikisini birinci su ilə reaksiyasını yazırıq. Yəni, həm kalsiumun, həm də kaliumun su ilə reaksiyasını yazırıq. Çünki bizə deyilir ki, əvvəlcə su əlavə olunub. Buradan alınacaq kalsium OH2 və bir də hidrogen çıxacaq. Kalium da eyni, bunun da üzərinə su gələndə hər ikisi aktiv metal olduğuna görə kalium OH və bir də hidrogen ayrılacaq. Bundan sonra məsələnin davamını oxuyuruq. Sonra isə natrium 2CO3 məhlulu əlavə edilərsə. Yəni, həmin bu aldığımız bu maddələr, yəni bu kalsium OH2 və kalium OH-ın üzərinə ayrı-ayrıca natrium 2CO3 gəlirik. Kalsium OH2-nin üzərinə natrium 2CO3 gəlsək, aşağıda yazıram. Kalsium gələr CO3-ü götürər, alınar kalsium karbonat. Natrium da gəlib OH-ı götürər, alınar natrium OH. Kalium OH da gəlin yazaq. Kalium OH-ın üzərinə
natrium karbonat gələndə bu reaksiya təbii ki getmir. Çünki natrium 2CO3 həll olan duzdur və kalium OH da həll olan əsasdır. Həll olan, yəni o zaman bunlar reaksiyaya gedə bilərdi ki, axırda çöküntü və yaxud da qaz alına bilsin. Bunlarda da hər ikisi həll olunduğuna görə yadınızda qalsın, həll olan əsasla həll olan duz heç vaxt reaksiyaya girmir. Deməli, bu reaksiyaya getmədi və bizə gəlin məsələnin ardını oxuyaq. Hansı maddə çöküntü halında ayrılar? Yəni artıq bu reaksiyalardan söhbət getmir. Bu hissəyə baxırıq. Hansı maddə çöküntü halında ayrılar? Burada gördüyümüz kimi heç bir şey alınmadı. Yəni artıq bu reaksiyaya da baxmırıq. Bir dənə baxacağımız reaksiya var. O da bu reaksiyadır. Burada da kalsium karbonat və natrium OH alınıb. Bundan artıq baxın bu hissəyə baxmırıq. Çünki bu hissədəkilər artıq reaksiyaya sərf olunub, yəni gedib. Burada da natrium OH həll olunan əsas olduğuna görə çöküntü deyil. Bizdən çöküntü soruşur, kalsium karbonat. Deməli, doğru cavab olacaq D variantı. Keçirəm 84-cü suala. Dəqiqə. 84-cü sualda deyilir ki, hansı elektron formulu nisbi atom kütləsi 31, neytronların sayı 16 olan atoma aiddir? Bir atom götürək, məsələn X atomu. Nisbi atom kütləsi ötən dərslərimizdə izah eləmişdik ki, sol tərəfdə yuxarıda nisbi atom kütləsi, yəni AR yazılır. 31 verib burada. Neytronların sayını 16 verib. Neytronların sayı sol tərəfdə ortada yazılır və protonların sayı da burada aşağıda, yəni AR-dən çıxsaq neytronu, proton tapırıq. İndi bizim AR-imiz neçədir? 31-dir. Neytronumuz 16-dır. Onda 31-dən 16 çıxaram. 15 taparam protonların sayı. Yəni proton oldu 15. Bizə deyir, hansı elektron formulu nisbi atom kütləsi 31, neytronların sayı 16 olan atoma aiddir. Yəni 15. Çünki atom deyirsə protonu açırıq. Gəlin protonu açaq. Buranı silirəm. Protonu gəlin açaq. 15 açıram. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Qeyd edeyim ki, elektron formulları açarkən çalışın ki, bu, yəni məsələn bu birinci hissədən keçəndə artıq 2-yə, yəni artıq ikinci dövrə keçdiyiniz zaman çalışın ki, bu xəttləri qoyasınız ki, yəni çaşmayasınız. Üstlərini sayıram, yəni üstdəki üstləri sayıram. Üstləri toplayırıq, yəni 2 bu hissələr. 2, 2, 6, 2, 3. Bəli, deməli 15 dənə də doğru elektron formulu açmışıq. Bizdən də elə o elektron formulu soruşur. Baxıram ki, cavabların hansında var. Elə A variantıdır. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Bəli, doğru variant A variantı. 85-ə baxıram. Hansı sıradakı bütün elementlər sabit valentlidir? Yadımızda qalsın ki, sabit valentlilər birinci, ikinci və üçüncü qrup elementləri sabit valentlidir. Digərləri isə dəyişkən valentlidir. Yəni bizdə sabit soruşursa, birinci, ikinci, üçüncü qrup elementlərini axtarırıq. Təbii ki, əsas qrup elementlərindən söhbət gedir, A qrupu. Deməli, baxaq. Azot və kalium hər ikisi dəyişkəndir. B variantında bəli, maqnezium ikinci qrupda yerləşir, sabitdir, amma azot dəyişkəndir. C variantında kalsium ikinci qrupda yerləşir, sabitdir, amma karbon dəyişkəndir. D variantında xlor və kükürt hər ikisi dəyişkən valentlidir. Y variantında isə maqnezium ikinci qrup elementidir, metaldır, o da sabitdir və fluor həmişə yadımızda qalsın ki, fluor həmişə yalnız və yalnız bir valentli ola bilir. Bu da qeyri-metallardan istisnaydır. Bu da sabit valentlidir. Doğru variant olacaq Y variantı. 86-cı suala gəlin baxaq. Hansı birləşmə polimerləşir? Ümumiyyətlə bir birləşmənin polimerləşə bilməsi üçün mütləq və mütləq həmin maddənin pi rabitəsi olmalıdır. Yəni doymamış olmalıdır ki, doymamış nəyə deyilir? Yəni tərkibində həm sigma rabitə olsun, həm pi rabitə olsun. Əgər yox, yalnız və yalnız sigma rabitə var, pi rabitəsi yoxdursa, bu cür maddələr doymuş maddələr adlanır. Yəni polimerləşmir deyirsə, polimerləşmə üçün pi rabitə lazımdır mütləq.
Əgər deyirsə ki, polimerləşmir, bu o deməkdir ki, pi rabitəmiz yoxdur. Pi rabitə yoxdur. Bu zaman polimerləşməyəcək. Baxıram A variantında C3H8-dir, propandır, yəni alkandır. Alkan bilirik ki, pi rabitəsi yoxdur, açıq quruluşludur, alifatikdir. Deməli, polimer, bəli, bir dəqiqə. Elə polimerləşmir deyirsə, olacaq A variantı. Çünki alkanın, bir daha deyirəm, alkan propan necə yazılır? Karbon, karbon və burada da hidrogenləri düzürük. Baxın, pi rabitəsi yoxdur. Deməli, A variantı olacaq. Məsələn, B variantına baxsaq. Nədir bu? Ya alkadiyendir, ya da alkindir. Alkadiyenlərdə 2 dənə 2 qat rabitə olurdu. Alkinlərdə isə 1 dənə 3 qat rabitə olurdu. Yəni bunlarda da 2 pi rabitə var idi, bunlarda da 2 pi rabitə var idi. Yəni istənilən halda polimerləşəcək. C2H4 etilendir, bu şəkildə yazılır. Pi rabitəsi var, deməli polimerləşəcək. D variantına baxaq. C3H4, bu da CnH2-2 yəni düstur ilə düzəlib, ya alkadiyendir, ya da alkindir. Dediyim kimi hər ikisində baxın, burada yazmışam. Pi rabitə var, deməli bu da polimerləşəcək. C4H6, bu da CnH2-2-dir, yəni ya alkadiyen, ya da alkindir. Bunun da pi rabitəsi var, deməli doğru cavab olacaq A variantı. Keçək 87-ci suala. Neçə qram sirkə aldehidini mis-2 hidroksidlə reaksiyasından 14,4 qram mis-1 oksid alınır? Bu tip suallarda ən birinci görəcəyimiz iş reaksiyanı yazırıq və əmsallaşdırırıq. Sirkə aldehidini yazıram. CH3, COH, açıq formulunu yazdım. CH3, CHO formasında da yaza bilərdiniz. Üstünə gəlirəm, kuprum OH2. Buradan təbii ki alınacaq, deməli CH3, COOH. Yəni sirkə turşusu alınacaq. Çünki bu oksidləşmə reaksiyasıdır və oksidləşmə reaksiyasında aldehid oksidləşir və turşuya çevrilir. Eyni zamanda buradan kuprum OH çıxacaq və bir də su çıxacaq. Bu reaksiya eyni zamanda rəng dəyişir. Rəng dəyişməsində mütləq bilməlisiniz. Yəni bu sualda ehtiyac yoxdur, amma ümumən bilməyiniz yəni vacibdir, imtahanlarda düşür. Belə ki, kuprum OH2 mavi rəngdədir. Yəni bunların rənglərini bilməlisiniz. Kuprum OH sarı rənglidir. Və sonra bu reaksiyadan sonra isə həmin bu kuprum OH düzdür. Yenə də deyirəm, bu sualda ehtiyac yoxdur bu hissələrin, amma qaydada var və imtahanlarda tez-tez rast gəlinir. Ona görə bilməlisiniz. Yəni qayda olaraq, qeyd olaraq çıxıram. Bu da olacaq, deməli, bu sarı rəngdə idi. Baxın, burada yazmışam, sarı rəngdə idi. Bu da parçalanır kuprum oksidə və bir də suya. Bu çöküntüdür və bu da qırmızı rənglidir. Dediyim kimi əmsallaşdırırıq. Əmsallaşdıranda da siz balans qura bilərsiniz, amma mən burada avtomatik yazacağam. Burada kuprum OH2-nin qabağına bir dənə 2 düşəcək və bir də kuprum OH-ın qarşısına bir dənə 2 düşəcək. Bu qədər. Reaksiyamızı əmsallaşdırdıq. İndi bizə nə soruşulur? Deyir, neçə qram sirkə aldehidinin, baxın bunun sirkə aldehidinin tənasibi burada quracağam. Orada artıq yer olmadığına görə x qram sirkə aldehididir. Deyir, aldehidinin mis-2 hidroksid reaksiyasından 14,4 qram mis-1 oksid alınır. Mis-1 oksid nədir? Yaxşı ki biz burada bu reaksiyanı yazdıq. Çünki bu reaksiyada ehtiyac varmış. Baxın, deyir, mis-1 oksid. Mən elə bildim mis hidroksid deyir. Mis-1 oksid deyirsə, təbii ki bu reaksiyanı da bilməliyik. Bu reaksiyanı da əmsallaşdıranda qarşısına bir dənə 2 düşəcək. Aha, indi bir daha oxuyuram mən sualı. Deyir, neçə qram sirkə aldehidinin mis-2 hidroksidlə, baxın bu mis-2 hidroksiddə, neçə qram sirkə aldehidinin mis-2 hidroksidlə reaksiyasından 14,4 qram mis-1 oksid alınır. Yəni siz burada kuprum OH2 yazmışam. Bunu silib, bunu da yaza bilərsiniz. Yəni kuprum mis-1 oksid və su da yaza bilərsiniz. Yəni ki, yenə də deyirəm, bu parçalanır buna. Mən də bilirəm ki, x qramdan, birinci şərtdə üçün qeyd edirəm, x qramdan 14,4 qram kuprum mis-1 oksid alınır.
Bəs normalda nə qədər alınır? Normal reaksiyada. Həmişə birinci reaksiyada, yəni sizə sualda veriləni yazırsınız. Aşağıdan da normalda nə qədər olduğunu yazırsınız. Normalda 1 mol, baxın bu 1 moldur. Qarşısında heç nə yoxdursa. 1 mol sirkə aldehidindən, 1 mol sirkə aldehid neçə qramdır? 44 qram. Yəni 44 qramdan normalda nə qədər mis1 oksid alınırdı? Neçə qram? Qramın altından qram yazılıqda bilirik. Neçə qram alınırdı? Baxın, 1-dən 2 mol kuprum OH alınırdı, amma bizdən mis1 oksidi soruşur. 2 mol kuprum OH-dan da 1 mol kuprum mis1 oksidi alınırdı. Deməli, mis1 oksid 1 molundan 1 mol alındı. Baxın, bu da 1 moldur, bu da 1 mol. Yəni 1 molundan 1 mol. Bəs bunun 1 molu nə qədər idi? 144 qram idi. Yəni normalda bu cür gedir reaksiyamız. Dəqiqə bunu çəkim. Aha. Normalda reaksiyamız bu cür gedir. Bu tənasibi həll edərək buradan x-i tapırıq. Vergüllərin itməsi üçün hər ikisini 10-a vururam. Deməli, burada qalacaq 10. Bir dəqiqə, bu niyə gəldi? Aha. Burada qalır 10. X-imizi tapıram 4,4 qram. Deməli, doğru cavab olacaq C variantı. Keçək 88-ci suala. Buranı silək. Aha. 88-ci sualda deyilir ki, sənayedə ortofosfat turşusu hansı sxem üzrə alınır? Sənayedə ortofosfat turşusunun alınma reaksiyasını əzbər bilməlisiniz. İmtahanlarda çox düşür. Y variantı olacaq. Kalsium 3PO4-ün üzərindən qatı sulfat gəldiyimiz zaman və burada səhvlik var. Baxın, burada 2 olmalıydı indeksində. Burada səhvlik var, çünki H3PO4-də PO4 ionu 3 valentlidir, kalsium isə bilirik ki 2 valentlidir. Gəlib indeksinə 2 düşməlidir. Bu reaksiyadan nə alınır? 3 mol kalsium SO4 alınır və 2 mol da ortofosfat turşusu alınır. Mütləq bu reaksiyanı əzbər bilməlisiniz. Ortofosfatın sənayedə alınma reaksiyasıdır. Keçək 89-cu suala. Molekulunda bir fenil və bir metil radikalı saxlayan birləşməni göstərin. Ümumiyyətlə, fenil və metil nədir? Bunlar barədə məlumat verim. Metil bilirik ki, CH3 radikalıdır. Buna deyilir metil. Fenil isə, fenol nə idi? Fenol C6H5OH idi. Burada da OH var, yəni benzol qrupunun üzərində OH. Əgər biz buradan bu OH-ı silsək, bunun adı olur fenil. Deməli, bu olur metil, bu da olur fenil radikalı. Deyir ki, bunların hər ikisi bunun tərkibində olsun. Bu hansı birləşmədir? Təbii ki, yəni elə bir birləşməni tapmalıyıq ki, onun tərkibində həm metil olsun, həm fenil olsun. Hər ikisi olmalıdırsa, yəni ki, bunların ikisinin birləşməsi olmalıdır, düzdür? Bunlar da birləşdiyi zaman təbii ki, nə olacaq? Tolol. Yəni benzol. Baxın, burada radikal çıxıb, bu CH3-sə gəlib bu radikalı birləşir. Buradakı radikalar birləşir və bunun adı nə olur? Tolol. Deməli, doğru variant olacaq C variantı. Keçirəm 90-cı suala. Hansı birləşmə karbol turşusudur? Karbol turşusu təbii ki, nə idi? Fenol, yəni C6H5OH. Baxın, dediyi bu fenildir. Amma normalda fenol da budur da. Bunun da adı fenoldur və fenolun digər adı da karboldur. Fenol və karbol, hər iki adı var. Bundan mütləq yadda saxlayın. Keçək 91-ci suala. Deməli, 91-ci sualda deyilir ki, kalsium kükürdlə 5/4 kütlə nisbətində birləşir. 80 qram kalsium neçə qram kükürdlə reaksiyaya daxil olar? Deməli, birləşir deyirsə, yəni bunların reaksiyasını soruşur. Mütləq birinci reaksiyanı yazırıq. Yəni də deyirəm, bütün suallarda birinci reaksiyanı yazırsınız. Alınır kalsium S. Bizə deyir ki, 5/4 kütlə nisbətində birləşir. Bəs bu 80 olarsa, kükürd nə qədər olar? Onda gəlin tənasüb qururuq. Əgər bundan 5 olanda bundan 4 olurdusa, yəni siz 5x 4x nisbətində də yaza bilərsiniz, o bu x-lar tənasübdə gedəcək. Əgər 5 4 nisbətində, yəni 5-in 5/4 kütlə nisbətində idisə, kalsium 5 olanda kükürt 4 olurdusa və sonda 80 qram kalsium olduğu zaman neçə qram kükürdlə birləşər? Bunu tapırıq. Bunlar gedir, qalır 16. X-i də buradan tapıram, 64 qram. Yəni doğru cavab olacaq D variantı.
Baxaq 92-ci suala. Benzol, tolol, etilen maddələrin hamısı hansı maddələ reaksiyaya daxil olur? Gəlin birinci hamısını yazaq. Benzolun formulu olacaq C6H6. Tololun formulu C7H8-dir. Və bir də etilen deyir. Bu da C2H4-dür. Deməli, hər üç maddəni yazdıq. Deyir, deməli, maddələrin hamısı hansı maddələ reaksiyaya daxil olur? Yəni, elə bir, bu cavablardakı maddələrdən hansı, ya natrium OH, ya H-xlor, yəni bu variantlardan hansısa biri bütün həm bunu ilə, həm bunu ilə, həm bunu ilə, yəni hər üçünə reaksiyaya daxil olmalıdır. Bu da baxan kimi bilinir ki, təbii ki, C variantıdır, hidrogendir. Çünki C6H6-nın üzərinə hidrogen gələ bilərik. Məsələn, bunun üzərinə 3 mol hidrogen gəlsə, burada alınacaq C6H12, yəni disikloalkan alınacaq. Bu olacaq artıq disikloheksan. Eyni zamanda C7H8-in üzərinə hidrogen gələ bilərik. Bunun da elə 3 mol gələ bilərik. 3 mol hidrogenlə reaksiyaya daxil ola bilər. Buradan da alınacaq metil disikloheksan. Yəni, buradan disikloheksan alınmışdı. Bu artıq tolol olduğuna görə metil disikloheksan alınır. Digərinə baxaq. C2H4, bu da etilendir. Gəlin, burada sizə qırılmanı göstərim. Bunu açıq yazaq. Etilenin açıq formulu budur. Yəni, tərkibində pi rabitəsi var və bunun da özünə hidrogen gələndə həmin bu hidrogen gəlir və buradakı bilirsinizsə bu rabitələrdən biri sigmadır, digəri pidir. Gəlir bu pini buradan qırır və hidrogenin biri bir qoluna birləşir, digər də bu birisinə birləşir. Yəni, alınır buradan etan. Yəni, C2H6. Deməli, hidrogen hər üçlə reaksiyaya daxil olduğuna görə doğru variant olacaq C variantı. Digər bütün variantlar isə, məsələn, bəziləri ilə gedir, bəziləri ilə getmir. Məsələn, H-xlor etendən reaksiyaya daxil olur, amma digərləri daxil olmur. Yəni, digər hamısı bəziləri girsə də, bəziləri daxil olmur, baxıb görə bilərsiniz. 93-cü suala baxıram. Amfoter xassəyə malik olan birləşməni müəyyən edin. Amfoter xassə nəyə deyilir? Amfoter xassə odur ki, tərkibində həm turşu olsun, həm də qələvi olsun. Yəni, tərkibində həm qələvi olsun, həm turşu olsun. Buna amfoterlik xassəsi deyilir, yəni ikiyüzlülük xassəsi. Yəni, həm turşuyla reaksiyaya gedir, həm də ki, qələvi ilə reaksiyaya gedir. Yəni, tərkibində hər iki xassə var. İndi gəlin variantlara baxaq. A variantına baxıram, bəli, elə A variantdır. Çünki burada amin qrupu var. Amin qrupu demişik ki, qələvi xassəlidir, lakmusu göy rəngə boyuyur. Digəri isə COH turşu xassəlidir, lakmusu qırmızı rəngə boyuyur. Yəni, hər iki xassə var, bəli. Buna görə də amfoter xassəlidir. Yəni, bir dəqiqə. Baxın, buradakı NH2 bu qələvi xassəlidir. Buradakı COH isə turşu xassəlidir. B variantında gördüyünüz kimi bir dənə NH2 var, başqa bir qrup yoxdur. Yəni, qələvi xassəlidir tamamilə. C variantında da COH, baxın, turşu qrupu var, amma qələvi qrupu yoxdur. D variantında COH qələvi qrupu var, daha doğrusu turşu qrupu var, qələvi qrupu yoxdur. D variantda da NH amin qrupu var, amma turşu qrupu yoxdur. Ona görə Y variantını da atırıq. Keçək 94-cü suala. 94-cü sual deməli deyilir ki, reaksiya tənliyində reaksiya verilib və deyir, reaksiya tənliyində reduksiya edici və suyun əmsallarının cəmini tapın. Yəni, biz əmsalları müəyyən eləməliyik və əmsalları da müəyyən eləmək üçün mütləq balans qurmalıyıq. Yəni, sizinlə reaksiyanı yazıb, balans qurub, əmsalları tapıb, sonra da cəm dediyinə görə toplayırıq. Başlayaq, bir dənə reaksiyanı yazaq. Alüminium, kalium xloru 4. Biraz reaksiyamız böyükdür. Sulfat. Buraya yerləşmir. Mən məcbur aşağıda yazacağım. Hətta bunu biraz aralıda yazım ki, üstün oksidaşma dərəcələrini qeyd eləyəcəyik. Aha. Reaksiyanı köçürdüm. İndi gəlin oksidaşma dərəcələri müəyyən eləyək. Alüminium burada görürsünüz ki, tək haldadır. Ona görə oksidaşma dərəcəsi 0-dır. Yəni, belə tək haldadırsa, bəsit maddədirsə, onda təbii ki, oksidaşma dərəcəsi 0 olur. Oksigen birləşmələrdə mənfi 2 oksidaşma dərəcəsi göstərir. Kaliumda müsbət 1 oksidaşma dərəcəsi göstərir.
dəqiqə. Müsbət 1 oksidaşma dərəcəsi göstərir. Onda xlorda müsbət 7 göstərir. Balansı tam qurmamışdan əvvəl sizə bir şey göstərmək istəyirəm. Bəlkə də aranızda, yəni bu cür maddələrdə oksidaşma dərəcəsini tapa bilməyənlər var. Onlar üçün göstərmək istəyirəm. Məsələn elə bu maddənin üzərində göstərək kalium xlor O4. Biz burada dəqiq bilirik ki, yəni oksigen hər bir halda -2 göstərir, yəni birləşmələrdə və kalium da birinci qrupda yerləşir, sabit valentlidir və müsbət 1 olur oksidaşma dərəcəsi. Amma xlor bilirik ki, dəyişkən valentlidir və burada neçə oksidaşma dərəcəsi olduğunu bilmirik. Bəs bunu necə tapırıq? Bunu x yazırıq, yəni bunu bilmirik. Yadınızda qalsın. Əgər siz bir şey oksidləşdirirsinizsə, onun oksidləşmə, yəni həmin maddədəki bütün elementlərin oksidləşmə dərəcələrinin cəmi 0-a bərabər olmalıdır. Əgər 0-a bərabər olmursa, demək ki, doğru oksidləşmə dərəcələrini qeyd eləməmisiniz. İndi gəlin buradan x-i tapaq. Necə tapırıq? Toplayıb 0-a bərabər edirik. Yəni müsbət 1 üstəgəl -2-ni mütləq indeksinə vururuq, 4-ə vururuq. Yəni -2 vur 4 üstəgəl buradakı x bərabər olmalıdır 0-a. Yəni bütün maddələrdə belədir. Bütün maddələrdə oksidaşma dərəcələrinin cəmi 0-a bərabər olmalıdır. Bu da eləyəcək 1 çıx 8 plus x bərabərdir 0 və x də buradan bərabər olacaq müsbət 7-yə. Yəni buradan bu şəkildə də müsbət 7-ni tapa bilərsiniz. Yəni bunu kim ki oksidaşma dərəcələrinin tapılmasında çətinlik çəkir, onlar üçün belə bir haşiyəyə çıxdım. Baxın, indi də baxsaq, müsbət 1, müsbət 7, -2 vur 4-də -8. Bura müsbət 8, burada -8, bəli, cəmi 0-da. Davam eləyək. -2, müsbət 1, müsbət 6, yəni bütün maddələr o şəkildə tapılır. Bilməyənlər, yəni o cürdə bir müddət elə x qoyaraq tapsınlar, sonra öyrəşəcəklər. -2, müsbət 6, bu isə müsbət 3, müsbət 1, -1, -2 və müsbət 1. Aha, reaksiyamı yazdım və oksidaşma dərəcələrini də maddələrini qeyd elədim. İndi balans qurmalıyam. Balansı da necə qururam? Baxıram ki, reaksiyanın sağ və sol tərəfində eyni element, yəni hansı elementlər oksidaşma dərəcəsini dəyişib. Məsələn, alüminium 0-da idi. Sonra neçə keçdi? Baxın, bura baxın, müsbət 3-ə keçdi. Yəni alüminium 0-dan müsbət 3-ə gəldi. Bunu qeyd edirəm. Kaliuma baxıram, burada müsbət 1 idi. Sol tərəfdə, sağ tərəfdə necədir? Elə müsbət 1 idi, dəyişməyib. Hidrogenə baxıram. Sol tərəfdə nə idi? Müsbət 1 idi. Sağ tərəf nədir? Müsbət 1 idi. Yəni dəyişməyənləri qeyd eləmirik. Ancaq dəyişənləri qeyd edirik və bütün reaksiyalarda əksər hallarda 2 maddə, 2 element sadəcə dəyişir. Bir də dəyişən xlordur. Baxın, sol tərəfdə müsbət 7-dir. Kalium xlor O4 maddəsində sol tərəfdə, sağ tərəfdə isə xlor -1-dir. Deməli, xlorda müsbət 7-dən gəldi -1-ə. Ortaya qeyd edirik nəyi? Buradakı yazmışıq maddələri. Burada eyni zamanda yəni balans qurmağı da öyrədirəm bilməyənlər üçün. Sol tərəfdə nə yazmışıq? 0. Sağ tərəfdə müsbət 3. Bizə nə verilibsə bütün hallarda, bütün balanslarda, bütün reaksiyalarda bu şəkildə yazırıq. Sonra yazdığımızdan birincidən ikincini çıxırıq. Yəni 0-dan çıxıram. Müsbət 3-ü neçə eləyir? -3, elektron mənfi. Baxın, bu şəkildə yazılır. 0-dan, yəni soldakından bir daha təkrar edirəm. Sağdakı müsbət 3-ü çıxıram, alır -3, elektron mənfi. Bunu necə yoxlaya bilərsiniz? Düz yazıb yazmadığınızı 0-ın üzərinə baxın, -3 elektron mənfidə mənfiləri bir-birinə vursaq eləyəcək müsbət 3. 0-ın üzərinə 3 gəlsə nə eləyir? Müsbət 3. Bəli, deməli doğrudur. Aşağıdadır. Müsbət 7-dir xlor, sonra isə -1-ə gəlir. Yəni müsbət 7-dən çıxıram -1-i, müsbət 7-dən çıxanda -1-i, mənfiyə dəyir və olur müsbət 8. Olacaq müsbət 8, elektron mənfi. Belə. Sonra nə eləyirəm? Bir dənə xətt çəkirsiniz. Baxın, bu balans qurmanın ən asan yoludur. Hamınıza bunu məsləhət görürəm. Xətt çəkirsiniz. Neçə aldınız burada? 3 qeyd eləyirsiniz. Neçə aldınız burada? 8. 8-də qeyd eləyirsiniz. Mütləq mənfi müsbətə diqqət eləyin. Və sonra da bunların yerini dəyişirsiniz. Yəni 8-i bura gətirirsiniz, 3-ü bura gətirirsiniz. Bu şəkildə balanslaşdırdınız.
Bəziləri elə bu cür balans qurur, aparır 8 ilə 3-ü yerinə yazır və deyir ki, cavab yanlış alındı. Səbəbi var cavabın yanlış alınmanın. Çünki əgər baxın burada alüminium gəldi bu sağ tərəfdəki alüminiuma, düzdür? Gəldiyi zaman indeksində 2 oldu. Baxın, bu indeks mütləq və mütləq nəzərə alınmalıdır. Əgər nəzərə alınmasa, sizin reaksiyanızda, balansınızda hər bir şey səhv gedəcək və cavabınız da yanlış olacaq. Ona görə baxın, xlor burada da bir dənə idi, burada da bir dənə idi. Artıq burada nəzərə alınır. Amma burada alüminium 2 dənədirsə, mütləq və mütləq buradakı -3-ü 2-yə vurmalısınız. Mütləq. Vurmasa səhv olacaq. Yəni burada 3 yaza bilməzsiniz. -3-ü 2-yə vuran neçə eləyir? 6. Bura 6 yazacaqsınız. Bunlar da ixtisar gedəcək, qalacaq 4, 3. Yəni mütləq və mütləq buna diqqət yetirin. Bayaq 8-3 almışdıq, amma indi 4-3 alırıq. Yəni qiymətlər dəyişir, ona görə diqqətli olun. Sonra nə edirsiniz? Apardığınız bu 4-ü sol tərəfə yaza bilməzsiniz. 90% testlərdə aldığınız cavablar sağ tərəfə yazılır. Amma bəzi istisna var ki, bəzi istisnalarda sol tərəfə də yazıla bilər. Amma bu sualda istisnalar daxil deyil. Sağ tərəfə yazılır. Yəni bu 4 aparıb sağ tərəfə yazırsınız. Deməli, əmsala. Və xloru da 3 almışıq. Xloru da yenə sağ tərəfə aparıb kalium xlorun qabağına yazırıq. Yəni hansı maddədə isə xlor, onun qarşısına yazırıq. Bu şəkildə yazdıq və artıq mən bunu silirəm. Burada qarışdırmayaq. Aha, bunu sildim. Yəni mən onu sadəcə bu ikisini tapmaq üçün qurmuşdum. İndi isə davam edirəm. Baxıram ki, sağ tərəfdə nə qədər alüminium var? 4 və indeksində 2. 4-ü 2-yə vurdum, 8. Deməli, solda da 8 olmalıdır. Alüminiumun qarşısına 8 yazıram. Bilmirəm, burada yerləşmədi. Aha. Sağ tərəfə baxıram. Sağ tərəfin içində kalium var. 3 dənə kalium var. Sola da kaliumun qabağına 3 yazıram. Sağ tərəfə baxıram. Sağ tərəfdə nə qədər kükürt var? Baxın, kükürt 1-dir burada, amma burada 3 var. 1-i 3-ə vururam, 3 və 3-ü də mütləq və mütləq qarşıdakı 4-ə vururam. 3-ü 4-ə vururam, eləyir 12. Deməli, 12 kükürt varsa, burada da sol tərəfdə kükürdün qabağında neçə olmalıdır? 12 olmalıdır. Hidrogenə baxıram. Sol tərəfdə 24 hidrogen var. Sağ tərəfdə nə qədər hidrogen var? Burada 12 olmalıdır ki, 12-ni 2-yə vurum və 24 hidrogen olduğunu biləm. Son olaraq əmsallaşdırmanızın, balansınızın düz olub olmadığını yoxlamaq üçün oksigenlərin sayına baxırsınız. Gəlin baxaq. Yəni sağ və sol tərəfdəki oksigenlərin sayı bərabər olmalıdır. Sol tərəfdə baxıram. Nə qədər oksigen var? 3 vur 4 12. Üstə gəl 12 vur 4 48. Yəni 60 oksigen soldadır. Deməli sağda da 60-dır. Əgər 60-dırsa reaksiyanız, əmsallaşdırmanız düzdür. 60 deyilsə yanlışdır. Baxıram sağ tərəfdə 4 vur 3. Baxın burada alüminium KSO4 3. Baxın bu maddəyə baxıram. Oksigen indeksindəki 4-ü vururam 3-ə eləyir 12. Amma qarşısında 4 var axı. Mütləq 4-ə vurmalıyam. Eləyəcək 48. Üstdən əl gəlirəm. Burada nə qədərdir? Suda da var axı. Mütləq, yəni sağ tərəfdəki oksigenləri toplayırıq. Birini götürə bilmərik. Sağ tərəfdə suda nə qədər var? Oksigen 12. Bunun da üstünə gəlirəm. Elədi 60. Bəli, 60 və 60. Deməli, əmsallaşdırmamız doğrudur. Artıq 90% işi yerinə yetirdik, əmsallaşdırdıq və indi şərtə qayıdıram. Reduksiya edici və suyun əmsallarının cəmini hesablayın. Suyun əmsalı 12 idi, üstünə gəlirəm. Reduksiya edicinin əmsalı. Reduksiya edici hansıdır? Reduksiya edici prosesinin adı oksidləşmədir. Oksidləşdiricinin prosesinin adı reduksiyadır. Yəni, reduksiya edici elektron verir və özü oksidləşir. Yəni, bu nə deməkdir? Yəni, bir element, fərq etmir, hər hansısa bir element, məsələn, 0-dan müsbət 1-ə gəlir. Artıq bu 0-dan müsbət 1-ə gəlirsə, oksidləşir. Bu prosesin adı olur oksidləşmə. Bəs X-in adı nə olur? Bu elementin adı nə olur? Reduksiya edici. Əgər yox, bu müsbət 1 yox, burada əgər mənfi 1 olsaydı, onda bu element olacaqdı oksidləşdirici, prosesin adı olacaqdı reduksiya. Yəni, bir sözlə, bizdə burada reduksiya edici deyirsə, reduksiya edici, yəni elektron verən, müsbətləşən, yəni oksidləşən. Baxıram ki, burada bizim reaksiyamızda da
kim müsbətə doğru gedib, hansı maddə müsbətə doğru gedib. Baxıram ki, alüminium 0-dan müsbət 3-ə gəlib. Bayaqda yazdıqda alüminium 0-dan müsbət 3-ə gəlib. Yəni oksidləşib, yəni reduksiya edicidir. Reduksiya edici alüminiumdur. Bunu tapdıq və reduksiya edici deyəndə artıq biz bu alüminiuma baxa bilmərik ya. Sağ tərəfdəki alüminiuma baxmırıq, soldakına baxırıq. Çünki bu alüminium, sağdakı alüminium artıq oksidləşən alüminiumdur. Amma səndən oksidləşən yox, reduksiya edici, yəni sol tərəfə baxırıq, reaksiyaya girənə baxırıq. Bunun da əmsalı nə qədərdir? 8, bu da 10 idi. 8-in də üzərinə 12 gələndə, daha doğrusu 12 idi. 8-in də üstünə 12 gələndə bu da eləyəcək 20. Doğru cavab olacaq B variantı. Keçək 95-ci suala. Buranı silirəm. Aha. 95-ci suala deyilir ki, 1 mol pentanın yanmasından neçə mol su alınır? Yandırırıq, yandırma zamanı üstünə nə gəlirik? Oksigen gəlirik. Pentan necə yazılır? C5H12 şəklində. Yandıranda dediyim kimi üstünə oksigen gəlirik. Bilirik ki, alkanların yanmasına, yəni bu pentandır, üstünə oksigen gəlirik. Bilirik ki, alkanların yanmasından karbon qazı və su alınır. Bu bütün reaksiyalarda belədir, yəni alkanların yanmasında. Əmsallaşdırırıq. Baxın, bu cür sadə reaksiyalarda əmsal balans qurmağa ehtiyac yoxdur. Təbii ki, qurşaca doğru cavab alacaqsınız təbii ki. Amma yəni qurmağa ehtiyac yoxdur. Çünki elə baxanda bilinir. Yəni imtahanda bu cür sadə reaksiyalarda balans qurmağa vaxt itirməyin. Baxıram ki, sol tərəfdə nə qədərdir karbon? 5. Deməli, sağ tərəfə də 5 yazıram. Sonra baxıram ki, sol tərəfdə nə qədərdir hidrogen? 12. Deməli, sağ tərəfdə də 12 olmalıdır. Qarşısına 6 yazıram ki, 6-nı 2-yə vuranda 12 eləsin. Son olaraq oksigenlərə baxıram. Sağ tərəfdə 5 vur 2, 10 və 6 dənə də suda. Yəni, ümumilikdə 16 oksigen var. Solda da o qədər olmalıdır. Burada 8 yazıram ki, 8-i 2-yə vuranda 16 eləsin. Yəni, bizə artıq burada baxın şərtdə 1 mol pentan dediyinə görə artıq balansa falan ehtiyac yoxdur. Çünki bizə artıq karbonun da, hidrogenin də miqdarı dəqiqdir. Neçə mol su alınır deyir? 6 mol. Doğru variant olacaq B variantı. Keçirəm 96-cı suala. Hansı halda dəmirin oksidləşmə dərəcəsi müsbət 2 olan birləşməsi alınacaqdır? Gəlin baxaq. Hansı halda dəmirin oksidləşmə dərəcəsi müsbət... Aha. Yəni bizə deyir ki, bu reaksiyanın sonunda dəmirin oksidləşmə dərəcəsi müsbət 2 olsun. Ümumiyyətlə yadınızda qalsın. Ferium xlorla reaksiyaya girəndə həmişə 3 valentli olur və ferium xlor 3 alınır. Amma əgər ferium xlorla yox, H xlorla reaksiyaya daxil olsa, o zaman ferium xlor 2 və hidrogen alınır. Yəni, əgər H xlorla reaksiyaya daxil olarsa, ferium 2 valentli olur. Yox, amma təkcə xlorla daxil olursa, o zaman 3 valentliyi göstərir. Bunu mütləq yadda saxlayın. Bizə amma müsbət 2 deyir, ona görə A variantını atıram. B variantında duru nitratla reaksiyaya daxil olur. Nitratda, ümumiyyətlə, nitratdan alınanları necə yadda saxlayın? Bunun üçün çox asan bir yol var, çox asan. Reaksiyalar əzbərləməyə qətiyyən ehtiyac yoxdur. Mütləq və mütləq bu yolu əzbərləyin. NH3, N2O, NO. Gəlin buraya ilə yazmayayım bir dəqiqə. Bu yol, deməli, çox adam bu yolu bilmir. Çox adam, yəni oturub bütün o reaksiyaları bir-bir əzbərləyir. Təbii ki, o boyda reaksiyanı əzbərləmək mümkün deyil. Yadda saxlamaq da mümkün deyil. İmtahanda o yəni reaksiyalar yaddan çıxa da bilər. Ona görə bu üsulu bildiyiniz zaman imtahanda da, yəni bir dənə bunu yazmaqla bütün reaksiyaları həll edə bilərsiniz. NH3, N2O, NO, NO2. Niyə bu cür düzdür? Bunları da sizə deyəcəm. Hətta belə eləyim ki, yəni ayrılsın. Bunun oksidləşmə dərəcəsini yazsam, -3, -1, -2, -4. Baxın, azotun oksidləşmə dərəcələrinə deməli, diqqət eləyin. -3, -1, -2, -4. Get-gedə azotun oksidləşmə dərəcələri nə edir? Artır. Deməli, azotun oksidləşmə dərəcələrinə görə, artmasına görə, yəni heç bunu əzbərləməyə ehtiyac yoxdur. NH3, N2O, NO, NO2. Düzdür, yadda da qalır bir müddətdən sonra, amma heç əzbərləməyə də ehtiyac yoxdur. Oksidləşmə dərəcələrinin artmasına görə düzdürük. Artıq buranı silirəm, yuxarı hissəni. Oksidləşmə dərəcələrinin artmasına görə bunları düzdür.
Sonra götürürük, yəni siz indi dəftərdə qələmlə götürürsüz və baxın bu cür xəttlər çəkirsiniz. Baxın belə. Belə. Bura yazırsınız aktiv metallar, orta aktiv metallar və passiv metallar. Və bir də bura yazırsınız ki, duru, qatı. Duru, qatı, duru, qatı. Bir dənə baxın bunu bilsəz, qarşınıza çıxan istənilən nitrat turşusu ilə olan reaksiyaları yaza bilərsiniz. Necə işləyir bu? Məsələn, qarşınıza bir metal çıxdı, natrium. Natriumun nitrat turşusu ilə reaksiyasını soruşur bir nəfər sizdən. Natrium, o dəqiqə fikirləşirəm. Natrium nədir? Necə metaldır? Aktiv metal. Oje buralara baxmıram. Aktiv metala baxıram. Əgər səndən duru nitratla soruşursa, baxın, gəlirsən buradan duru su ilə, deməli NH3 alınır. Yox, qatı nitratla soruşursa, gəlirsən buradan A, baxırsan ki, N2O alınır. Passiv soruşa bilər, məsələn, soruşa bilər ki, kuprum nitratla nə verir? Kuprum, o dəqiqə düşünürsən, kuprum necə metaldır? Passiv metal. Məsələn, tutaq ki, verib nitratın qatısı ilə nə verir? Nitratın qatısıdır. Deməli, kuprum passivdir. Qatısını soruşur, tapıram buradan passivi, gedirəm qatı olan xəttlə, deməli NO2 verir. Yəni, çox asan bir yoldur. Çox adam da bunu bilmir. Yəni, hər birinizə məsləhət görürəm ki, mütləq bunu qeyd eləyəsiniz və öyrənəsiniz. Deməli, burada da ferium necə metaldır? Orta aktiv metal. Nə deyir mənə? Duru nitrat. Orta aktivi tapdım, gəlirəm, baxın, duru xətti ilə N2O. Deməli, N2O alınır. Bunu da haşiyəyə çıxaraq izah eləmək istədim. Deməli, ferium duru nitratla yadınızda qalsın. Ümumiyyətlə, istəyir nitratla, istəyir sulfatla 3 valentliyi göstərir. Yəni, ferium 3, ferium 3 nə idi? Bir dəqiqə. Ferium 3 ola bilməz təbii ki. Ferium NO3 3 dəfə və başqa maddələr, yəni NO2, su buradan alınacaq təbii ki. Əsas bizə ferium lazımdır. Ferium 3 valentli oldu, müsbət 2 olmadı. Deməli, B variantını atıram. C variantında bayaq dedim, qatı sulfat, duru nitrat, qatı nitrat. Yox, bir dənə duru sulfat. Duru sulfatla ferium, bunu yadınıza saxlayın. Ferium duru sulfatla reaksiyaya daxil olanda, durusu ilə daxil olanda ferium SO4 və hidrogen alınır və ferium burada 2, müsbət 2 oksijen dərəcəsinə malik olur. Deməli, ferium bir dənə duru sulfatda müsbət 2 oksijen dərəcəsinə malik olur, yəni duru sulfatlar reaksiyasının sonunda müsbət 2 oksijen dərəcəsinə malik olur və ekvivalentli olur. Qalan bütün hallarda, yəni məsələn qatı sulfatda, duru nitratda, qatı nitratda bunların hamısında 3 valentli olur. Yəni burada da qatı sulfat verildiyinə görə C variantında alınacaq ferium 2, SO4 3 dəfə, yəni 3 valentli olacaq, amma bizdən müsbət 2 olduğunu istəyir, ona görə C-ni atıram. D variantında bayaq dedim ki, ferium əgər H xlorla reaksiyaya daxil olursa 2 valentli olur, ferium xlor 2 və hidrogen alınır. Əgər yox, baxın A variantındakı kimi xlorla girərsə, o zaman ferium xlor 3 alınır və imtahana da demək olar ki, hər il düşür. Ona görə də deməli müsbət 2 burada olacaq, bu mənfi 1 olacaq, bu da müsbət 2 olacaq. Bizdən də müsbət 2-ni soruşurdu. Doğru cavab olacaq D variantı. Bayaq da qeyd etdiyim kimi Y variantında da qatı nitrat olduğuna görə 3 valentli olacaq. Y variantında atıram. Doğru variantımız D variantı. Keçək 97-ci suala. Sxemdəki Y maddəsini müəyyən edin. Deməli burada NH4NO3-ün bizə parçalanmasını verib. Bunun üçün də bir rahat yolu sizlərə demək istəyirəm. Bir var NH4NO3-ün parçalanması, bir də var NH4NO2-nin parçalanması. Bunu siz qarışdıra bilərsiniz, yaddan çıxara bilərsiniz, amma bir üsul var ki, bunu bilsəz, yəni hər zaman bu sizin yadınızda qalacaq. Çox rahat bir üsuldur. Yəni əsasən çalışıram ki, kimyanı sizə əzbərləmədən öyrədim. Yəni əgər bir şeyi rahat yollarla öyrənsəz, imtahanda da heç vaxt yadınızdan çıxmaz. Yəni amma çox şey əzbərləsəz, təbii ki, onu unuda bilərsiniz. Burada da deməli yolumuz nədir? İlk olaraq baxın, ikisini birgə izah eləyəcəm ki, birgə yadınızda qalsın. Hər ikisində 2 dənə azot var. Baxın, biri burada, biri burada, biri burada, biri burada. Deməli hər ikisindən azot çıxır.
Baxın, hər ikisindən azot çıxır. Hər ikisində baxın hidrogen var, NH4-dəkilər və hər ikisində oksigen var. Deməli, hər ikisində hidrogen oksigeni götürür və su çıxır. Cəmi bu reaksiyalarda bir dənə fərq var. Bu maddələrdə nə fərq var? Fərq ondadır ki, NH4NO3-dəki oksigenlərin sayı NH4NO2-dəki oksigenlərin sayından bir ədəd çoxdur. Yəni NH4NO3-də 3 oksigen var, NH4NO2-də 2 oksigen var. Onda bir dənə NH4NO3-ün parçalanmasında bura O əlavə edirik. Axı bir dənə oksigen artıqdır. Hər iki reaksiyanın cavabı hazırdır. Yəni çox asan üsuldur, mütləq yadda saxlayın. Yəni yenə də deyirəm, burada ehtiyac yox idi buna. Sadəcə əlavə, çıxdım ki, bilməyənlər də öyrənsin. Bizə deyilir ki, NH4NO3-ün parçalanmasından baxın N2O çıxıb, yəni bu çıxıb və bir də X maddəsi çıxıb. X maddəsi də təbii ki, sudda, yəni 2 maddə çıxır onsuz da. Deməli X-i tapdım ki, nədir? H2O-dur. Sonra bizə deyilir ki, həmin bu H2O-nun üzərinə xlor gəlinib və H xlor çıxıb. Deməli, baxın burada temperatur işarəsi yoxdur. Bunu da qeyd edeyim. Gəlin bunu siləm. X-imiz H2O-dur. H2O da xlorla iki cür reaksiyaya girə bilir. Deməli, iki cür reaksiyaya girə bilir. Biri temperaturda baş verir, digəri temperatursuz da baş verir. Əgər temperatursuz, yəni birinci reaksiyadırsa, temperatursuz reaksiyadırsa, bu zaman H xlor və bir də H xlor O alınır. Bu reaksiyaya suyun xlorlaşdırılması reaksiyası deyilir. Yox, əgər temperatur varsa, onda H xlor və H xlor O3 alınır. Yəni bir dənə temperaturda bu fərqlənir. Suyun xlorlaşdırılması reaksiyasıdır. Bəzən hətta bəzi sual tiplərində də bu sual düşür ki, hansı reaksiya suyun xlorlaşdırılması reaksiyası adlanır? Bu cür suallarda düşür. Ona görə bunları mütləq bilin. Bizə baxın, burada temperatur yoxdur. Baxın, temperatur yazıla bilərdi, amma yazılmayıb. Yəni burada temperatur yoxdur. Onda deməli, baxın, H xlorda çıxıb. H xlor çıxıb. Yəni bundan artıq bu reaksiyadan söhbət gedir də. H xlor çıxıb. Deməli Y maddəmiz də nədir? H xlor O-dur. Deməli doğru cavab olacaq D variantı. Yəni heç yazmağa ehtiyac yoxdur. Polimerləşmə reaksiyasısa, yəni nədir? Pi rabitə qırılır və yan tərəfləri açılır. Adından da göründüyü kimi polimerləşmə, polimetil metaakrilat, metil metaakrilatın polimerləşməsindən əmələ gəlir. Digər adı da üzvü şüşədir və yaxud da polimetil metaakrilat da deyilir. Tərkibində silisium olmayan yeganə şüşədir. Deməli, doğru cavab olacaq A variantı. Təbii ki, zülallar, selluloza, kapron, lapson bunların heç biri təbii ki, polimerləşmədən alınmır. 99-a baxıram. Hansı reaksiyanın bütün məhsulları amonyakla qarşılıqlı təsirdə olmur? Gəlin baxaq. Elə mən baxan kimi B variantına, yəni gözüm sataşdı. B variantını gələn yazaq. Kalsiumun üzərinə su gəlsək, nə baş verəcək? Buradan kalsium OH2 və hidrogen alınır. Kalsium OH2, hidrogen. Aha, baxın, deyir ki, hansı reaksiyanın bütün məhsulları amonyakla qarşılıqlı təsirdə olmur? Amonyak nədir? NH3. Və mənə deyir ki, məsələn, bu kalsium üzərinə su gəlmişsənə, bundan alınan bu iki maddədən heç biri NH3-dən reaksiyaya daxil olmasın. Niyə? Çünki bizə deyir ki, bütün məhsulları. Məsələn, əgər biri daxil olub, biri daxil olmuşsa, o variantı götürə bilməzsiniz. Yəni, hər ikisi daxil olmamalıdır. Kalsium OH2 NH3-lə reaksiyaya girmir, çünki hər ikisi həll olandır. Hidrogen də təbii ki, NH3 maksimum valentlikdədir, yəni 3 valentlidir və 3 dənə qolunda da hidrogeni tutub, yəni 3 valentlidir və tamamilə dolub da, yəni valentlikləri. Ona görə nə kalsium OH2-ni, nə də hidrogeni birləşdirə bilmir. Deməli, doğru variant olacaq B variantı. Digər variantlara baxa bilərik. Məsələn, A variantı. A variantında NO2, oksigen, su. Nə alınır A variantından? Təbii ki, nitrat turşusu alınır. Baxın, bu reaksiyadan A variantından alınır nitrat turşusu. Nitrat turşusu da təbii ki, NH3-lə reaksiyaya daxil olur. Bu zaman NH4, yəni birləşmə reaksiyasıdır. NH4NO3 əmələ gəlir. C variantına baxsam, daha bir-bir yəni reaksiyalar yazmıram, vaxt getməsin. H2O2 parçalanır suya və bir də oksigenə. NH3 oksigenlə reaksiyaya daxil olur, eyni zamanda su ilə də daxil olur. Y variantı kalium xlorat parçalanır, kalium xlor və oksigen alınır, oksigen alınma reaksiyasıdır. Yenə də dediyim kimi amonyak oksigenlə reaksiyaya daxil olur. D variantında kalsium hidrokarbonat parçalanır.
Deməli, buradan alınır kalsium karbonat, CO2 və bir də su alınır. NH3 dediyim kimi su ilə reaksiyaya daxil olur. D də getdi. Yəni bütün variantlar çıxır. Doğru cavab olur B variantı. Çünki həm kalsium OH2 ilə, həm də hidrogenlə reaksiyaya daxil olur. 100-cü suala baxıram. Hansı əsas metalın su ilə qarşılıqlı təsirindən əmələ gəlir? Təbii ki, kalsium OH2. Çünki deməli kalsiumun üzərinə su gələndə bayaq da yazdıq. Kalsium OH2 və hidrogen əmələ gəlir. Yəni kalsium OH2-ni almaq üçün metalın üzərinə su gəlirik. Deməli doğru variant olacaq B variantı. Bu qədər. Bugünkü sınağın da sonuna gəldik. Sizin də nəsə bir sualınız varsa rəylərdə bildirə bilərsiniz. Sağ olun, gələn videolarda görüşənədək.